Hər vaxtınız xeyir. Bu gün sizlərə maraqlı bir mövzu ilə gəlmişəm. Mövzuya keçməzdən əvvəl sizin üçün bura bir sual qoymuşam. Bu sual nə üçündür? Demək, mövzuya baxırsınız, izahı dinləyirsiniz və mövzunu tamamladıqdan sonra həmin suala cavab verirsiniz və cavabı rəy bölməsində qeyd edirsiniz. İndi keçək mövzumuza. Gəlin sizə belə bir sual verim. Çoxaltmaq, azaltmaq sözləri hansı nitq hissəsindən düzəlib? Əgər cavabınız saydırsa, deməli bu videoya axıra qədər baxmalısınız. İndi keçək mövzumuza. Sözün kökü hansı nitq hissəsidir? Söz hansı nitq hissəsindən düzəlib? Bu sualların bəzən fərqli cavabları ola bilər. Çünki bu tipli suallar şagirdləri çox vaxt çaşdırır. Şagird suala baxır, məsələn ilk baxışda gözünə say görünür və yaxud sifət görünür, zərf görünür. Düşünür ki, elə sözün kökü hansı nitq hissəsidirsə, sözdə həmin nitq hissəsindən düzəlib. Amma bu sualların cavabı fərqli ola bilər. Ona görə də bu mövzuda diqqətli olmaq lazımdır. Əgər sözdə bir leksik şəkilçi varsa, onu müəyyənləşdirmək asandır. Yəni ki, bilirsən ki, bir leksik şəkilçi var. Həmin leksik şəkilçidə tutaq ki, ismi artırılıbsa, deməli söz isimdən düzəlib. Feili artırılıbsa, deməli söz feildən düzəlib. Amma 2 və daha artıq leksik şəkilçi qoşulubsa sözə, orada biraz diqqətli olmaq lazımdır. Çünki bəzən bir neçə leksik şəkilçi qoşulan sözlərdə sözün kökü ilə hansı nitq hissəsindən düzəlməsi fərqlənə bilər. İndi gəlin baxaq. Sözün hansı nitq hissəsindən düzəldiyini müəyyənləşdirmək üçün mütləq axırıncı leksik şəkilçiyə baxmaq lazımdır, nəzər salmaq lazımdır. Axırıncı leksik şəkilçi hansı nitq hissəsinə qoşulubsa, deməli söz də həmin nitq hissəsindən düzəlib. Bəzən nitq hissəsi dəyişməyə də bilər. Yəni dediyim kimi isimdən tutaq ki, isim düzələ bilər və yaxud yenə həmin isimdən başqa isim düzələ bilər. Amma və yaxud feildən feil düzələ bilər, həmin feildən başqa feil düzələ bilər. Amma bu həmişə belə olacaq deyə bir qayda yoxdur. Çünki həmişə belə olmur. Bir də görürsən ki, nitq hissəsi tamam dəyişir. Ona görə də diqqətli olmaq lazımdır. Çoxaltmaq, azaltmaq sözlərində ilk baxışda çox az sözləri diqqəti cəlb edir. Yəni, şagird baxan kimi fikirləşir ki, belə bir sual var. Çoxaltmaq, azaltmaq sözləri hansı nitq hissəsindən düzəlib? Avtomatik deyir ki, saydan düzəlib. Yəni, çox az sözlərindən düzəlib. Amma mütləq sözü kök və şəkilçiyə ayırmaq lazımdır. Ondan sonra qərar vermək lazımdır bura. Deməli, sözü kök və şəkilçiyə ayıraq. Çox, sözün kökü. Çox sözündən çoxalmaq feili yaranıb, çoxalmaqdan çoxaltmaq. Və yaxud az, sözün kökü. Az sözündən azalmaq, azalmaqdan azaltmaq. İndi əgər söz azalmaq olsaydı, deyərdik saydan düzəlib. Amma söz azaltmaq və çoxaltmaq olduğuna görə saydan düzəlib deyə bilmərik. Ona görə də axırıncı leksik şəkilçi bir dənə arxaya qaydırıq. Bir leksik şəkilçi arxaya qayıtdıq çoxalmaq sözünə. Çoxalmaq sözü hansı nitq hissəsidir? Feildir, düzdür. Deməli, çoxaltmaq sözü nədən düzəlib? Feildən. Amma sözün kökü nədir? Sözün kökü saydır. Azaltmaq sözündə də həmçinin bir leksik şəkilçi arxaya gedirik, azalmaq sözü. Azalmaq sözü hansı nitq hissəsidir? Feildir. Deməli, çoxaltmaq və azaltmaq sözləri saydan düzəlməyib, feildən düzəlib. Axırıncı leksik şəkilçi hansı nitq hissəsinə qoşulubsa, deməli, o nitq hissəsindən düzəlib. Amma elə leksik şəkilçilər var ki, elə sözlər var ki, orada nitq hissəsi dəyişməyə də bilər. Məsələn, dəniz sözü isimdir. Dənizçidə isimdir, dənizçilikdə. Bu şəkilçilər nitq hissəsini dəyişdirməyib. Yəni, sözün kökü də isimdir. İsimdən də düzəlib, özü də isimdən düzəlib. Çünki axırıncı leksik şəkilçiyə qaydırıq, dənizçidə isimdir. Deməli, dənizçilik sözü dənizçi sözündən düzəlib. Burada belə bir məqam var, o məqamda xüsusi diqqətli olmaq lazımdır. Dənizçilik sözü dəniz sözündən düzəlməyib, dənizçi sözündən düzəlib. Ona görə də buna diqqət eləmək lazımdır. Bu sizi çaşdırmasın. Və yaxud kitabxanaçılıq sözü. Kitab sözün köküdür, xana bir leksik şəkilçi,
Ç bir leksik şəkilçi, lıq da bir leksik şəkilçi. İndi bizdən soruşsalar ki, kitabxanaçılıq sözü hansı sözdən düzəlib? Axırıncı leksik şəkilçi kitabxanaçı sözünə qoşulub, düzdür? Deməli, kitabxanaçılıq sözü kitabxanaçı sözündən düzəlib. Ona görə də mütləq diqqətli olmaq lazımdır. Düzdür, nitq hissəsi dəyişməyib. Kitabxana da isimdir, kitabxanaçı da isimdir, kitabxanaçılıq da isimdir. Həm sözün kökü isimdir, həm də digər leksik şəkilçilər vasitəsilə düzələn sözlər də isimdir. Amma yenə də diqqətli olmaq lazımdır. Məsələn, kitabxanaçılıq kitabxanaçı sözündən düzəlib, kitabxanaçı kitabxana sözündən düzəlib, kitabxana kitab sözündən düzəlib. Yəni axırıncı bir leksik şəkilçisindən arxaya gedirsiniz. Elə bil ki, bir leksik şəkilçi arxaya gedirsiniz. Şəkilçi hansı sözə qoşulubsa, deməli o sözdən düzəlib. Azaltmaq sözündə də həmçinin. İndi burada başqa sözlər də var, onlara da baxaq. Məsələn, soyuducudakı sözün kök və şəkilçiyə ayıraq. Soyumaq sözün köküdür. Soyumaq sözündən soyutmaq. Soyutmaq sözündən soyuducu, soyuducu sözündən soyuducudakı yaranıb. Sözün kökü soyumaq feilidir. Feildir, düzdür. Soyumaq feilindən soyutmaq feil yaranıb. Soyutmaq feilindən soyuducu isim yaranıb. Soyuducu ismindən soyuducudakı sifət yaranıb. Dakıdakı sifət düzəldən leksik şəkilçidir. İndi bizdən soruşsa, soyuducudakı sözü hansı nitq hissəsindən düzəlib? Axırıncı leksik şəkilçiyə baxırıq. Soyuducu sözü isimdir, deməli soyuducudakı sözü isimdən düzəlib. Və yaxud soyuducu sözü hansı nitq hissəsindən düzəlib? Soyuducu sözündən bir leksik şəkilçi arxaya gedirik. Feilə qoşulub soyutmaq feilinə. Deməli feildən düzəlib, soyutmaq feilindən düzəlib. Bu şeylərdə diqqətli olmaq lazımdır. Bataqlıq sözünə baxaq. Sözün kökü bat, bat sözündən bataq yaranıb, bataq sözündən də bataqlıq sözü yaranıb. İndi bizdən soruşsa ki, bataqlıq sözü hansı nitq hissəsindən yaranıb? Feil deyə bilmərik. Sözün kökü feildir. Amma bu söz feildən yaranmayıb. Baxaq görək hansı nitq hissəsindən yaranıb. Aq ək şəkilçisi feildən isim düzəldən leksik şəkilçidir. Məsələn, yataq sözü, və yaxud qaçaq sözü isimdir. Deməli, bataq sözü də batmaq feilindən yaranmış isimdir. Deməli, bataqlıq sözü hansı nitq hissəsindən yaranıb? Axırıncı leksik şəkilçi ismə qoşulub, bataq sözünə qoşulub. Deməli, bu söz nədən yaranıb? İsimdən yaranıb. Ona görə də yenə də deyirəm, bu mövzuda mütləq diqqətli olmaq lazımdır. İlk baxışda görünən şey sizi çaşdırmasın. İlk baxışda məsələn bayaq gördüyümüz kimi çoxaltmaq, azaltmaq sözlərində çox az sözləri saydı, düzdür. Amma söz özü saydan düzəlməyib, feildən düzəlib. Ona görə də mütləq diqqətli olmaq lazımdır. Mövzunun əvvəlindəki suala qayıdın. O sualın cavabını rəylərdə qeyd edin.